7 La Liqamızı oğurlayıblar bizim. Hansı La Liqadan söhbət gedir Florentino Perez? O Barcelona'ya hakim köməyi lazım idi. O 2011-ci il, 2009-cu il, 2012, 13, 14, 15 o Barcelona'ya hakim köməyi lazım idi. O Barcelona elə oyunlar olurdu ki, Real Madridlə Racing səviyyəsində futbol oynayırdı. Yəni Racinglə Real Madridə fərq qoymurdu. Yəni o dərəcədə wow futbol oynayırdı. Sual veriləndə ki, 21-ci əsrdə ən yaxşı komanda kimdir? Futbol tarixinin ən yaxşı komandası kimdir? O Barcelona adı eşidəndə şoka düşür. Partlayır ki, yox, bu ola bilməz. Okey, mən Real Madridin böyüklüyünü danmıram. 3 il dalbadal Çempionlar Liqasını qazandılar. Möhtəşəm bir statistikadır. Amma gözəl oyun olaraq Barcelona oyuna çatan ikinci bir komanda yox idi. 2009-un Barsası olsun, 2011-in Barsası olsun, 12-nin Barsası olsun, 15-in Barsası olsun.